Salam, xoş gördük bizim mətbəxin izləyiciləri. Hamınızı salamlayıram, mənim əzizlərim. Bu günləri mən bilinç xəmiri hazırlayacağam və bu resepti sizdən paylaşacağam. Bu dəqiq resepti, yəni evdə özüm necə edirəmsə, o cürə də sizinlə paylaşacağam. Bunun üçün bizə lazımdır. Deməli, bax bu stəkan ölçüsü ilə hamısını etmişəm. Bu stəkan ölçüsü ilə siz də götürürsünüz. Yəni vaxt getməsin deyənə mən onların hamısını hazır eləmişəm. 2 stəkan, bir də yarısı, 2 dənə stəkan, bir də yarısı undur. 2 stəkan yarım undur. Sonra bax burada nə var? Burada 1 çay qaşığı duzdur, 1 çay qaşığı duzdur, 1 xörək qaşığı pesokdur. 1 çay qaşığı duz, 1 xörək qaşığı pesok. Burada duru yağdır. 3 xörək qaşığı duru yağ olacaq. 3 dənə yumurta, sarılı, ağlı. Bir də burada 2 stəkan deməli süddür, 2 stəkan da sudur. Bax bu ərzaqlar bizə lazım olacaq birinci xəmiri üçün. İndi nədən başlayacağıq? Əvvəlcə biz südün içərisinə pesokla duzu töküb çalacağıq. Pesokla duzu tökdük və bunu bax beləcə qarışdırırıq. Burada hər şey tez gedir. Ona görə ki, siz də bu tavanı qızdırırsınız. Yəni bu proseslər tez-tez bir-birinin arxasınca gedir. Bundan sonra bura deməli 3 xörək qaşığı duru yağdır. Mən ölçüb tökmüşəm. 3 xörək qaşığı duru yağdır. Bunu tökürük və sonra yenə qarışdırırıq. 3 xörək qaşığı duru yağ. Yəni mən ölçmüşəm deyənə, bir də sizin yanınızda ölçmək istəmirəm. Bir də deməli 3 dənə yumurta sarılı, ağlı. Bax bunu tökürük və yenə də qarışdırırıq. Hələ unu tökmürük. Bax bunları bax beləcə qarışdırırıq. Bunları qarışdırdıq. Yaxşı-yaxşı yumurtanı, yağı, pesok, duz. Bunları qarışdırandan sonra indi unu ehmalca yavaş-yavaş unu tökürük. Yavaş-yavaş da qarışdırırıq. Tökdükcə qarışdırırıq ki, topacılar alınmasın. İşte əgər topacılar alınsa, biz onu süzgəcdən keçirdəcəyik. Yəni süzgəcdən xəmiri keçirdəndə topacılar qalmır. Artıq biz qarışdırdıq. Bax görürsünüz, yaxşı qarışdıranda heç buna mikserə də ehtiyac olmur. Yəni ki, topacılar qalmır. Amma əslində elə olub ki, məndə topacılar qalıb, mən onu süzgəcdən keçirmişəm. Elə bir problem olmayıbdır. Bütün ölçüləri də bax bu stəkan ölçüsündən etmişəm. Adi dədə-baba xrustal stəkanı. Deməli 2 stəkan süd, 2 stəkan su, 2 stəkan yarım undur, 3 yumurtadır. 1 çay qaşığı duzdur, 1 xörək qaşığı pesokdur. Bir də 3 xörək qaşığı bax belə xörək qaşığı duru yağdır. Vəssalam, bunları qarışdırdıq. İndi bu biraz qalmalıdır. Harsa bir 10 dəqiqə bunu gözləyək, çünki bu özünə gəlsin. Ona kimi tavanı qızdıracağıq və bilincikləri hazırlayacağıq. Baxın, harsa bir 15 dəqiqə durdu. Bax, qatılığı bax bu cür olmalıdır. Yəni, çox qatı da olmaz, çox duru da olmaz da, yəni alınmağından ötürü. Mən tavanı qoymuşam qızmağa. Baxın, qızır. Deməli, birinci özü straxovka eləməkdən ötürü biraz duru yağla bunun dibini yağlayırıq. Əslində bu yapışmayan tavadır, amma yenə də mən bunu bax belə yağlayıram. Tavada çox yaxşı qızmalıdır. Tavanın qızmasından çox yaxşıdır. Tava qızsın və başlayaq bişirməyə. Deməli, tavamız yaxşıca qızdı. Hər dəfə də tökməmişdən qabaq, bax belə qarışdırmaq lazımdır ki, dibinin çöküntüləri də ora geçsin. Və çömçəni çox doldurmuram, bax belə. Çünki məndə çömçə elə ona razmerinə deyil də, biraz böyükdür. Və bir qıraqdan töküb, bax belə yayırıq ki, hər tərəfinə yayılsın, hər tərəfinə. Bax, bunu elə eləmək lazımdır ki, orada, məsəl üçün gördünüz ki, biraz qalıbdır. Xəmirindən bir balaca yenə tökürsünüz və salam. Qoyuruq bişməyə. Mən birini bişirib hazır eləmişəm. Baxın, bax bu cürə çıxacaqdır. Yəni ki, altı ağ olacaq, üstü biraz altında bişiririk, amma altına az bişiririk. Bax bu nazilikdə. Və bişiririk. Bunun bişməyini hardan bilirik? Qıraqları başlayacaq öz-özünə yavaş-yavaş qopmağa. Və bir də özümüz də belə yoxluyuruq da, görək altı bişib-bişməyib, hələ bişməyib, baxırıq, görürük. Qazın xodunu da çox vermək olmaz, yəni yanmasın və biraz gözləmək lazımdır. Baxın, artıq hazırdır. Bax, buradan da görsənir. Bax, belə, əlimizlə qoyuruq, bax, belə. Narahat olmayın, adamın əli örgəşəndə hiss eləmir. Və tava ki qızdı, artıq bizim işimiz tam rahatlıqla gedəcək. Əsas tavanın qızmağından asılıdır. Bu altını da
Çox yenə dediyim ki, qızartmırıq. Çünki biz yenə də yağ, ətə büküb yağda da qızardacağıq ona görə. Bax, belə elə bir ki, bu bizim bilinçikimiz artıq hazırdır. Altına baxaq. Altı hələ bişməyibdir. Qoy bir balaca bişsin. Hə, bax bişib, artıq bişib. Görürsünüz, bax buradan köpəklər də əmələ gəlir. Və sonra isə bax bu cürə qoyuruq və başlayırıq o birisi bilinçikləri də bax bu cürə bişirməyə. Hələ bişirmə davam edir. Bax bunun nazikliyinə baxın. Bax bu cürə nazik alınır. Görün necə gözəldir. Həm qəşəng, həm tamlıdır, dadlıdır. Həm də bax nazikliyi. Hələ ki bişir. Hələ də bizdə bişir, davam edir. Yəni bu qədər bişib. Xəmirimizdən qalıb. Mənim hesabımdan hardasa bir 30 dənə çıxmalıdır. İndi baxaq görək də. Yəni 30 ədəd bilinçik çıxmalıdır. Bu bilinçikin ölçüsü standart ölçüdür. Yəni nə böyük deyil, nə kiçik. Yəni bu bilinçikin içinə bir xörək qaşığı içlik qoyulur və bükülür. Yəni bu onun normasıdır. Artıq bilinçiklərimiz hazırdır, mənim əzizlərim. 30 dənə bilinçik çıxdı, 30 ədəd dediyim kimi. Yəni mən həmişə bu reseptlə edirəm, yəni belə alınır. Yəni ki, siz əgər bax bu dediyim reseptlə edib, yəni miqdarı da o ölçüdə tava olsa, sizin bilinçikləriniz bax belə gözəl alınacaqdır. Hamınıza nuş olsun, edin, faydalanın. Bu reseptdən evinizdə ailənizlə nuş edin, nuş olsun.